hər bir insan özünün öz azadlığının qorunmasıdır. Ola bilsin ki, o öz rahatçılığını qorumaq üçün. Bu azadlıq yox idi mi? Qarşı tərəfinin rahatçılığını qorunması üçün. Əvvəllər belə deyim də, biz daha çox avtoritar ailələr idi bizim ailələrimiz. Gəlin evin süpürgəsi misalı, yəni bu hər birimizə tanışdır. Gəlin evə gəlirsə, əgər başqa bir evə köçürsə, o artıq öz doğulduğu ailəni belə unutmalı idi. Hətta bəzi ailələr var idi ki, öz əlaqələrini belə kəsməli olurdu gəlin. Xeyrə şərə belə icazə verilmirdi. Və bunlar nə ilə nəticələndi? Üsyanla. Ya xəstələnəcək, ya da ki, yəni boşanacaq, üsyan olacaq. Boşanmağa da heç icazə verilmirdi. Bəli, bəli. İndiki daha dönəm çox içərisində psixosomatik xəstəliklərin çoxaldığı yəni müşahidə edilirdi. İndiki dönəm içərisində, ailə içərisində ailənin olmasına necə baxırsınız? Bu da individual bir məsələdir İman bəy. Əgər onların belə deyim də, Psixoloji aspektdən yanaşalım bu məsələyə. Psixoloji deyəndə, psixoloji da nələrəsə köklənir. Əgər sosial-iqtisadi baxımdan da bu şərait yaxşıdırsa, ev böyük bir evdirsə və yaxud da həyət evidir, hər kəsin öz çıxışı, girişi ayrıdır, böyük bir ailədir, heç kimin işinə qarışmır. Yəni o mənada ki, kim nə istəyir bişirə bilər, kim nə istəyir, məsələn, hara gedə bilər, orada ciddi bir nəzarət yoxdur, kontrol yoxdur. Hər kəs bir-birinə hörmət eləyir, bir-birlərinin seçimlərinə. Yəni, belə yaşayan ailələr də var. Biz deməyəcəyik ki, bu pis bir şeydir. Təbii ki, ola bilər, istəyə bağlı bir şeydir. Əsas odur ki, orada insanların hüquqları pozulmasın. Əsas odur, orada insanlar boğulmasınlar. Ola bilir ki, cütlüklər bir evdə yaşayırlar, amma orada nə qaynana var, nə qaynata var, amma onlar yad bir insanlar kimi yaşayırlar uşaqların xatirinə. Amma elə ailələrimiz də var ki, orada qaynanalar var, qaynatalar var. Siz də, yəni müşahidələrimiz çoxdur. Bəli, amma o qədər mehriban, o qədər xoşbəxt səhər yeməkləri, axşam yeməkləri, hətta bir-birlərinə kömək eləyirlər, uşaqların saxlanılması və s. Yəni, ona görə də psixologiya 2x2 deyil ki, hər zaman cavab 4 eləsin. Burada cavablar müxtəlifdir. Hər ailə individualdır. Bəli. Hamını eyniləşdirmək. Ailəni, belə deyək, ailənin təməli nədir? Ailənin təməli sevgidir. Bizim izləyicilərimizin bir hissəsi orada deyirlər ki, bəs ailə qurmamışdan əvvəl ən xüsusi diqqət yetirəcəyi məqam puldur. Pul varsa, ailə rahat yaşayacaq. Pul yoxdursa, ailə mütləq ki, problemə gəlib dayanıb, sonra da ayrılacaq. Yəni, deməzdim. Statistikada görsədir ki, daha çox başqa digər nüanslar ailənin dağılmasına səbəb olur. Burada sevgisizlik, bir-birini anlamamaq, bir-birlərinin hər kəsin öz egosunu təmin etmək istəyi. Yəni, ailələr var ki, onlar çox az məvaciblə, çox xoşbəxtdirlər. Amma ailələr var ki, pulun sayı hesabı belə yoxdur. Amma o ailələr sonra boşanmaya doğru gedə bilirlər. Hətta çoxalır, belə deyim də, sayıları belə ailələrin. Yəni, ona görə də maddiyyata mən bağlamazdım. Təbii ki, faktorlar çoxdur, dediyim kimi. Bu cür insanlar da var ki, yəni, tək maddiyyata görə deyil də, yəni, deməm odur. Biz özümüz mü evlənirik, yoxsa bizim nəsil nəcabətimiz mi? Təəssüflər olsun ki, bəli, bayaq da vurğuladıq ona ki, valideynlər də öz maraqlarından çıxış eləyərək ki, gəlinin imkanına görə, sosial statusuna görə, işgüzarlığına görə, mənim sözümə baxıb baxmayacağına görə və s. özü üçün bir analiz eləyir. Belə ailələrimiz də var, təəssüflər olsun ki. Böyüklərimiz niyə azadlıq vermir ki, gənclərimizə? Seçimlərdə. Bu da özlərinin şəxsi problemləri ilə bağlıdır, yenə psixoloji problemləri ilə bağlıdır. Orada bir hakimiyyət duyğusu var. Çünki o belə görüb əvvəlcədən. Nə isə düz etməz səhv. Bəli, və yaxud da ki, onların əvəzinə qərar verməyə öyrənmiş bir cəmiyyətik. Çox zaman uşaqlarımızın əvəzinə qərar vermək istəyən bir cəmiyyətik. Çünki uzun müddətdə belə olub. Onların təhsilinə qədər, geyimlərinə qədər, azadlıqlarını bir növdə, belə deyim, verməməyin də bir səbəbi o bizim həyəcan təşviş problemimizin olması ilə bağlıdır ki, həddindən çox həyəcan təşviş problemləri yaşayan valideynlər məhz hər şeyə nəzarət eləmək istəyirlər ki, bunun da sonu çox. Belə bir deyim var idi ki, deyirdilər ki, ana-atanın seçdiyi gəlin, o, yəni oğlu üçün də, o xoşbəxt olur, uzun müddətli olur o ailələr. Siz necə fikirləşirsiniz? Yəni, sevgi üzərində qurulan ailələr deyir, çox sürmür. Yəni,
qarşılıqlı hər zaman sevgi istəyirlər. Yəni əvvəlki kimi sevgi olmur axı. Get-gedə sevgi azalır, hörmətə çevrilir. Bu bilirsiniz nə ilə bağlıdır? Ola bilsin ki, bəli, belə nüanslar da var ki, məsələn, gəncdir, onların hormonlarına görə bilirsiniz, hisslər idarə edir çox zaman gəncləri. Onlar valideynlərin görə bildiyini görə bilmirlər çox zaman. Yəni bu ilk dönəmlərdə belə deyim də coşqun olurlar, daha çox emosiyaların təsiri altında o qüsurları görə bilmirlər, valideyn onu görə bilir. Bəli, belə nüanslar da var. Ona görə də deyir, məsləhətli dongen olar. Yəni niyə də yox ki, valideynlərimiz də bizə məsləhət verməsi, nədəsə gözümüzü açması, yəni bu da normal bir şeydir. Amma hər şey yaxşıdırsa, valideyn sırf öz egosunu təmin etməkdən ötürü ki, bu gəlin mənim nədəsə xoşuma gəlmir, mən onu idarə eləyə bilməyəcəm, daha yaxşı mülayim bir qız olsun ki, gəlsin evimizə, bütün işləri görsün. Mən də belə deyək, indi normal, adi dildə deyək də belə, sırf mənə sərf eləyən şəkildə, təbii ki, burada artıq doğru deyil, düzgün deyil. Amma doğrudan da əgər hansısa bir oğlunun seçimində valideyn nəyisə görürsə və bu ədalətli bir seçim, belə deyim də, qərardır valideynin ki, o istəmir. Məsələn, oğlunun gördüyünü, görmədiyini o görür və o da istəmir ki, öz övladının gələcəkdə hər hansısa bir problemlərlə qarşılaşacağını. Buna görə də yəni burada da bir mənalı deyil, təəssüflər olsun ki, yəni sırf konkret deyə bilməyəcəyik. Çox fərqlidir. Son olaraq fikirlərinizi bilmək istəyirik. Daha doğrusu fikirlərinizi səsləndirməyinizi istəyirik ki, həm istər valideynlərə, həm də ailə həyatı qurmaq istəyən gənclərə ki, nələrə diqqət etməlidirlər, hansı göstəricilərə əsas tutmalıdırlar. Onda deyil. Adətən belə gənclər bir-birlərinə söhbət edəndə deyir ki, qaynana ilə, qaynata ilə yaşayacaqsın. Bunu birinci sual verirlər. Yoxsa ayrı evi var. Yəni buradan gənclərimizə demək lazımdır, ondan qorxmasınlar. Yəni ilk vaxtlar əslində çətin olur, bir müddət çətin olur, amma sonradan daha gözəl olur. Sənin üçün yəni böyüyün məsləhəti, böyüyün keçdiyi yolun, demirəm bütün valideynlər yaxşı olur, amma daha çox övladını istəyən valideynlər istəməz ki, ailə dağılsın. Həmişə bir qorunma altında olursan. Ona görə istəyərdim ki, siz də tövsiyələrinizi verərdiniz gənclərimizə. Bəli, ən birinci, həmişə də olduğu kimi yenə də deyirəm, insan özü psixoloji sağlam olmalıdır, tam olmalıdır. O təmizlənib ailə qurmalıdır. Özlərinin psixoloji problemlərindən, travmalarından təmizlənərək ailə quranda problem olmur. Və təcrübələr də göstərir ki, ailələrin dağılmasında qaynanalar, qaynatalar, baldızlar, yəni bir mənalı olaraq deyil bu. Özlərinin arasındakı o problemlərdən qaynaqlanır. Bir-birlərini sevən, bir-birinə hörmət eləyən, bir-birinə bağlı olan gənclərə yəni heç bir kəs təsir eləyə bilmir. Onlar bir evdə də yaşaya bilərlər, daha xoşbəxt ola bilərlər. Dediyim kimi, yəni bu bir mənalı olaraq sırf qaynanaların və yaxud da qaynanataların üzərinə yıxmayaq. Əsas olaraq insanların özlərinin şəxsi psixoloji sağlamlığı çox önəmlidir. Bunu tövsiyə edirəm. Çox sağ olun İlham xanım, minnətdarıq. Ümumiyyətlə bugün bu 20 dəqiqəlik bir çərçivə içərisində müxtəlif nüanslara toxunduq. Həqiqətən ümumiyyətlə sizlə danışanda səs tonunuz, sizin fikirləriniz insanı belə oturub adam qulaq asmaq istəyir sizə. Təşəkkür edirəm. Bəzən bizim qarşımıza açığı deyəcəm, buradan deyə bilərəm rahatlıqla. Bəzən elə psixoloqlarla danışırsa ki, insan özü gərginləşir. Adam istəyir ki, özü ona psixoloq olsun, başa salsın, yaxşı qardaş, yaxşı anam, sakit ol, düzələcək hər şey. Sizlə danışanda insan rahat deyir. Təşəkkür edirik bir daha, minnətdarıq. Var olun. Bəli, əziz izləyicilər, bizim qonağımız psixoloq İlhamə Mustafayeva idi. Mövzumuz ailə qurarkən hansı göstəricilərə diqqət etdirmək lazımdır. Bu mövzu ətrafında danışdıq. İndi isə bir